torpaqlarımızla biz fəxr edirik. Onların adının əbədiləşdirilməsinə, yaşadılmasına çalışırıq. Məlumumuz olduğu kimi Mahir Mirzəyevin adına Şirvan şəhərində adının əbədiləşdirilməsinə bağlı küçə salınmışdır. Dövlət tərəfindən onun adı əbədiləşdirilmişdir. Bugünkü gündə artıq bütün soydaşlarımızın şəhid məzarlarını biz qəlbimizdəki bir ağrı ilə, eyni zamanda da bir fəxrlə, fəxarət hissi ilə yad edirik, xatırlayırıq. Buna görə biz bu torpaqda uyuyan bütün şəhidlərə, şəhidlərimizin ailə üzvlərinə, onların şəhidlərimizin ruhu qarşısında daim baş əyirik. Bugünkü gündə qeyd elədiyim kimi dövlət qurumunun nümayəndələri də iştirak edir bu tədbirdə. Çıxış eləmək üçün sözü verirəm. Səfərbərlik və hərbi xidmətə Dövlət Çağırış Xidmətinin Şirvan şəhər şöbəsinin nümayəndəsi Kamil müəllimə. Buyurun. Səfərbərlik və hərbi xidmət çağırışı Dövlət Xidmətinin Şirvan şəhər şöbəsi adından Mahir qardaşımıza və 10 insanlık müsəlləmizə rəhmət ediyoruz. Ruhları şad olsun. Allah ailələrine, yaxınlarını səbir etsin. Amin. Buyurun Amin. Yeni Azərbaycan Partiyasının Şirvan şəhər təşkilatının nümayəndəsi Amil müəllimə. Buyurun Amin. Hər birinizə Yeni Azərbaycan Partiyası Şirvan şəhər təşkilatlarından salamlayıram. Mahir qardaşımıza Allah rəhmət eləsin deyirik. Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Onların yaxınlarına Allahdan səbir diləyirik. Bütün qazilərimizə Allahdan şəfaət edirik. Həqiqətən də Mahir Mirzəyev, yəni şəhid adını ucalan zaman Azərbaycan torpaqlarının, Azərbaycanın çətin bir dövründə onlar şəhid oldular. Hansı ki, onda Azərbaycanda heç bir, belə deyək, ordusu qurulmamışdı, silah, sursat çox zəif idi. Onlar buna baxmayaraq öz canlarından keçdilər. Azərbaycanın uğrunda, dövlətimiz uğrunda, əhalimiz uğrunda canlarından keçdilər. Allah bir daha rəhmət eləsin, yaxınlarını Allahdan şərik. Çox sağ olun. Burada bildiyim qədər şəhidimizin eyni zamanda yəqin ki, döyüş yoldaşları iştirak edir də, var döyüş yoldaşı, yoxsa yox? Döyüş yoldaşlarından, yaxud tanışlarından kimsə varsa, sözü ürəyində bəlkə sözü olan, çıxış eləmək istəyən, danışmaq istəyən varsa, buyurub danışa bilər. Yoxsa ilə danışmaq üçün şəhid ataları da bugün burada iştirak edir. Mən öz ürək sözlərimi bildirmək üçün sözü verirəm alim daimizə. Buyurun alim daim. Sağ olun, Allah köməyiniz olsun. Ben söz verdiğiniz teşekkür ederim. Sağ olun. Şehit abidesinin karşısında danışma hem bir şehit atası için hissettim, hem de hem vatandaşı için hissettim. Çünkü ona göre ki şehit bizden yüksektedir. Allah'ın yolundadır. Biz ancak onunla dururuz, biz böyle danışıyoruz. Bu doğrudan hem çetin hem de məsuliyyətli. Bunlar Azərbaycan tarixində öyle bir xət yazdılar ki, bu kırmızı xət, onunla o yüzden keçmək olmaz. 2. Dünya Müharibəsində Stalin Kosovo ordusuna bir əmir verir, geri çəkilməli olmaz, bir haqqında geri çəkilməli olmaz. Bu uşaqlar da ki, elə bir öz qanlarının o xətti çəkdilər ki, geri çəkilməli olmaz. Bunlar arxaya yer yoxdur, bunlar arxaya yersə vətən əldə edilir. Bunlar o öz canlarından keçdilər, ancaq vətən əldə edilmirlər. Bunlar o yaxı bizim Yeni Azərbaycan Partiyasının nümayəndəsi çıxışında qeyd edir. Elə bir dövrdə onlar mübarizə qoşuldular ki, elə bir şey toplum tüfəngin, təyyarənin, bombanın, qranatamiyyatın, plamyotun qabağına əli yalan çıxdılar. Əli yalan açmağı öz canlarına o plamyotları, o raketləri, o qranatları susturdular. Harada ki, onlar şəhid oldular, qırmızı xətti də orada çəkdiler. Azərbaycanın hümündə bir yaxşı söz var, hüququndan keçən əsgər hərə bir qəhrəman var. Bunlar hüquqlarını yaşamayan insanın birinci hüquqları yaşamaq. Bu yaşamaq hüququna bunlar keçdilər və qəhrəman da oldular. İndi dövlət tərəfindən bunlara milli qəhrəman, ondan sonra vətən müharibəsi qəhrəman adı verilməsə də, şüarda Azərbaycan himnində yazılır. Hər bir yerdə təntənəli məclisə
Azərbaycan himni oxunanda elə bil ki, bizim ürəyimizə təskinlik verir ki, hüququndan keçən əsər hər bir qəhrəman olur. Bizim evlatlar doğrudan da hüququnu keçdilər və bir qəhrəman oldu. Azərbaycan bugünkü azadlığı, fərqanlığı, müstəqilliyi, suverenliyi bu oğlanların qanı ilə yazılır. Bir şəhid ataları var idi, valideynləri fəxr edir ki, bu azadlıq həmin sözlərin yazışında bizim evlatların qanı var, bizim də qanımız var. Və biz evlatlarımızın şəklin axtarında olmasın. Ya öyle de olmaz idi. İndi şəhidlərin siyasında öz evlatlarımızın şəklini axtarır ki, bəli, bizim evladımızın şəkli bu siyahıda niyə yox? Var, onların şəkli bütün rəylərdən var. Bütün Azərbaycan evlatları var. Bütün vətənpərvər evlatların ürəyində bizim evlatların şəkli var ki, bunlar Azərbaycan xalqını biləsin, dağ günü, söyləmlik günü çıxartsın. Gözəl nəyin bahasına? Canların bahasına, canların bahasına. Yeniden onların şəhidimizin yaxınlarına, dostlarına, ələ-bələrlərinə, tanıyanlarına hamısına başsağlığı verir. Allah sizə səbir versin ki, bu ağırlığı daşıma doğrudan da çətindir. Ben onu daşıyıram, görürüm. İnsan nə gülə bilmir, nə ağlaya bilmir, nə də başqa bir hərəkət edə bilmir. Çünki Allah'ın birinci adı səbirdir, o səbirdən məhsul edir. Allah rəhmət eləsin, Allah səbir versin. Allah yardım verir. Sağ olun. Şəhidimizin ailəsindən kimsə çıxış eləmək istəyən varsa, buyursun. Allah Teala birinci bütün şəhidlərimizi məkanın cənnət eləsin. Onları şad eləsin. Bu şəhidlər 20 şəhidlərindən sonraki şəhidlərimizi Azərbaycan bünövrəsini qoyan şəhidlərimizdir. Bu şəhidlər o şəhidlərdir ki, bəli, dağlar müraciət elədiyi kimi biz həqiqətən əli yalın döyüşən vaxtlarımız olur. Yəni döyüşçü qardaşlarım, mən özüm şəhid qardaş olmağına baxmayaraq, mən özüm də qazıyam. Yəni biz o çətinlikləri çox görmüşük. Allah bir də bir xalqımıza müharibə göstərməsin. Allah Teala şəhidlərimizin ruhunu şad eləsin. Gələn ayaqlarınız var olsun. Allah hamımızdan da dayağında dursun. Allah köməyi olsun. Bizim balamıza da Allah məkanı cənnət eləsin. Sənə də səbir versin abi. Sağ ol. Allah köməyin olsun. Sən də həmişə bizim yanımızda olun. Çok sağ olun. Bugünkü gün Mahir'i yada salıp gelmiş. Borcumuz. Bütün şəhidlər Ben bizimdir. o İstər Mahir Mahir, anasından istər sonra Rüştü, ona hamısı. ana oldum. Hamısı. Her vakit Mahir'in çiğnindeyim. Hamımızı da tanıyıram. Allah köməyiz olsun ki, Mahir'i heç vaxt yersiz qoymursunuz. Ad günündə, il dönümündə. Allah qalanlarınıza can sağlığı versin. İndi bu günü yaşamışıq çok şükür. Min şükür. Bundan sonra xalqımıza İndən belə Allah Teala cavanlarımıza bir daha Amin. müharibə göstərməsin. Çok böyük bir bizim ailə başı çok böyük möcüzə ilə acılıq yaşadıq. Anam dözmədi. 6 ay sonra anam getdi. Oğul ikisi çətindir. Doğru da çətin. Anamdan sonra bütün acıları mən yaşayıram. Allah mənə səbirli deyirəm ki, öz-özümə ki, mən nə bilim Mahir yəsiz qalmasın. Olmaz. Olmaz inşallah. Allah sizlərə can sağlığı versin. Məndən sonra da bir həyatdır da, məndən sonra da xahiş edirəm Mahir yəsiz qoyun. Onun ruhu çiğnizdə qalsın. Bəli, ana. Öldüyümüz günə kimi biz həmişə bu şəhidlərimizi yad edəcəyik. Nəinki biz, bu, yəni bu otaq, bura, bu şəhidlər xiyabanı bütün Azərbaycan xalqı üçün, eyni zamanda Şirvanlar üçün bir fəxr, qürur hissidir, namus, qeyrət yeridir. Həm daim bütün şəhidlərimiz xatırlanacaq. Az öncə qeyd elədiyim kimi həm dövlətimiz tərəfindən, həm vətəndaşlarımız, həm sakinlərimiz tərəfindən həmişə yəni ki, şəhidlərimiz xatırlanacaq. Azərbaycan dövləti var olduğu müddətcə onun şəhidləri də necə ki, şəhidlər ölmür deyirlər, daim yaşayacaqdır. Həmişə vətəndaşlarımızın qəlbində. Allah sizi kimi oğulları var eləsin ki. Çox sağ olun. Bizim bu Onların tədbirimizdə sayəsində biz bu torpaqlara qədəm Bəli. qoyuruq. Bəlkə də elə bir şəhidlərimiz olmasaydı, Allah kim nə bilərdi Azərbaycan axırında olardı. bəli, Allah Kim İlham bilir? Əliyevə can sağlığı versin. Amin. Həqiqətən mən həmişə hamı yanında deyirəm. Yaxşı o kişi var. Vallahi Azərbaycan Suriyadan pis olardı. Bir dənə nə körpə qalardı, nə böyük qalardı. Çünki onlar çox dəyişik millətdirlər.
Nə bilim, Allah can sağlığı versin. İlham Əliyevə dayaqlığı versin ki, bizləri, balalarımızı, bizdən sonra yetişən körpələrimizi qorusun. Amin. Siz də var olun ki, gəlib yad edirsiniz. Çox sağ olun, Onun borcunuzu. borcu gəlmək. Az öncə də qeyd olunduğu kimi, yəni 91-93-cü illər elə illərdir, çox qarşılıqlı təlatümlü 2 il mən Çox deyərdim. çətin var. Yəni olum ya ölüm ilidir. Bildiyimiz kimi düz ermənilər o vaxt Qarabağ ərazisinə hücum eləmişlər, amma hamı bilir ki, onların böyük bir ideyası vardı və bu ideya da ondan ibarət idi ki, dənizdən dənizə Ermənistan. Bəlkə də həmin ərəfədə bu qəhrəman oğullarımızın şücaəti sayəsində o ermənilərin amansız hücumunun deyərdim ki, mənfur düşmənlərin hücumu qarşısı alınması, bəlkə də onlar gəlib elə başda oturacaqlar. Vaxtında alınması. Yəni ilk belə deyək də o hücumu dəf eləmək bu qəhrəman oğullarımızın, burada iştirak edən qazilərimizin, müharibə iştirakçılarımızın içinə düşdü. Amma bu gün çox fəxrlə, qürur hissi ilə, yəni burada biz anım günün qeyd edirik ki, onların qanı yerdə qalmır. Eyni zamanda yenə qeyd elədim ki, Azərbaycan oğullarının şücaəti nəticəsində 2-ci Qarabağ müharibəsində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi qorunmuşdur. Bu gün burada şəhərimizin Axundu da iştirak edir. Elə mən Azərbaycan torpaqları uğrunda şəhid olmuş bütün şəhidlərimizin xatirəsinə ehtiram əlaməti olaraq dualar oxumaq üçün dua eləmək sözü verirəm. Şirvan Bir dənə şəhər də söz deyim də, Mahir şikəst getdi. Mahir ağır yaralı idi. Əlləri şikəst idi. O halda idi. Bütün bədəni güllə yarası idi. Dedim ki, Mahir getmə. Daha önce şikəstsən. Dedi, bacı, qeyriyyətli oğul bu torpaqda yaşamaz. Evet. Mən gedəcəm. Dedim, Mahir, ax sən şikəstsən o şey. Dedi, axır nəfəsim var bacı. Öləcəm, amma siz bilmirsiniz ki, orada Azərbaycan qızlarını ala qoyurlar. Mən gedəcəm. Getdi də, o cür yaralı qardaşım getdi, şikəst qardaşım getdi. 3 aydan sonra meyidi gəldi. Amma qəhrəmancasını öldü. İgidcəsinə öldü, axır nəfəsinəcən də döyüşdü. Allah rəhmət eylesin. Allah rəhmət eylesin. Allah bu şəhidlərdə rəhmət eylesin. Qazilərə şəfa versin. Amin. Allah xalqımıza düşkün göstərməsin. Allah erməniləri, onlara o arxa duranlar, mənəvi maddi dəstək edənləri Allah həmişə məhv eləsin. Allah şərlərin bizdən kənar eləsin. Xalqımıza Allah bir də müharibə göstərməsin. Allah Teala bu gün də nə qədər hərbi xidmətdə əsgərlər var, zabitlər var, Allah qorusun onlardan inşallah. Dövlətimiz Allah var eləsin ki, yəni bugünkü gündə yəni bu şəhidlər, yəni necə deyirlər, o ilk gündən ilə bugünə qədər onların həmişə anım mərasimlərində, ad günlərində məsələn dəvət edirlər. Allah razı olsun. Yəni yaddan çıxmırlar. Yaddan çıxanda varlıq deyirlər. Mən bu ailəni şəxsən tanıyıram. Yəni rəhmətli ataları ilə yaxın münasibətim olur. Mən deyirəm ki, hamısı bunlar elə döyüşən qardaşlardılar. Allah qalanların da canı sağ eləsin. Yəni bu günlərdə müharibəyə lazım olsa bilirəm ki, bu qardaşlar hamısı bir dəqiqə gedərlər. Yəni sorğu-sualsız, hesab-kitabsız. Mən bunları tanıyıram. Əqidəsinə də, ondan sonra şücaətinə də. Sözlərini deyən adamlardılar, insanlardılar. Atalar kimi necə deyirlər, həmişə elə o rəhmətli şeir də yazardı. Bəzən sözlərin şeirlə çatdırardı. Məsələn, gətirərdi kitablardan verərdi mənə ki, al məsələn bu kitablardan belə istifadə eləməyə. Ona görə deyirəm ki, bütün şəhidlərin bizim boynumuza haqqı var. Unutmaq nankörlük sayılır, o da bizim xalqa yaraşan şey deyil. Ona görə də bizim borcumuzdur həmişə elə şəhidləri İstər qəbr üstə, istər məscidlərdə, istər məclislərdə, tək qəbirstanlıq xiyabanda yox. Onsuz da yad veririk həmişə. Hər yerdə bu günləri şəhidlər, hətta görürsən, məsələn, toylarda da görürsən, sükut eləməklə məsələn şəhidlər yad olunur. Əlbəttə Valla bizim qanımızdadır qardaş. Bizim canımızda Mənim qanımızda olan qardaşdır. şeydir. Mən Çünki biz üzr istəyirəm. söz deyim. Bizim qabaqda gedənimiz ağamız Həzrət Əli idi. Çünki o kişi qılınc başına dəyəndə, vurulanda, şəhadət edəndə dedi, and olsun Allaha əhdinə çatdım. Ona elə zərbə vurulan kimi, yaralanan kimi ki, ondan 2 gün sonra dünyasını dəyişir Ramazan ayında. Yəni birinci ağzından söz çıxan bu oldu ki, Postu bir Rəbbil Kəbəti, and olsun Kəbənin Allahına, mən əhdinə çatdım. Bizim xalq ki, 14 əsrdə Aşura saxlayır. Bu xalqa yaraşır. Yəni bu şəhidlik, yəni belə bir şeydir ki, böyük məqamdır. Yəni görürsə dünyada nə qədər müsəlmanlar var. Amma Azərbaycan kimi, bizim xalqımız kimi o Aşuraya heç biri yanaşmırlar ki, çünki orada şəhidlər var. Məqsəd də orada şəhidlərdir. İmam Hüseynə, ya məsələn başqa şəhidlərə. Bu günləri Azərbaycandan minlərlə, yüz minlərlə insanlar buradan o zəhmət çəkib, qazandığı, əziyyət çəkib, nə bilim soyuqda, istidə,
5 manat qazandığından 1 manat, 1 manat 50 qəpik necə deyirlər yığır. Gedim mən Kərbəlaya. Kərbəlaya kim var? Şəhidlər gedir. Şəhidlərin ziyarətinə. Kərbəlaya gedirlər, şəhidləri ziyarət edirlər. Ona görə bizim xalqın buna belə deyək qüruru var. Buna belə deyək ki, Allah yanında üzarlığı var ki, şəhidləri istər, necə deyirlər, İmam Peyğəmbər dövründən qalanları, istər də bugünkü bizim millətimizin şəhidlərin həmişə yad ediblər və inşallah da eləyəcəklər. Yaddan çıxarsaydı bu xalq şəhidləri, aşılarını yaddan çıxardardılar. Allah kömək Demək mümkün deyil bu. Biz həmişə, necə deyirlər, canımız var, necə deyirlər, övladlarımız, özümüz həmişə bu təbliğat gedəcək. Məscidlərdə, məclislərdə, xeyirdə, şərdə, hər yerdə və məxsusən də xiyabanda ziyarət eləmək bizim borcumuz. Allah rəhmət eləsin. Allahümme təqəbbəl minna bi haqqi Muhammedin və alihi tahirin. Allahümme bəlliq ilə ruhil mərhumil məğfur və bil Fatiha. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. İyyâke na'budu və iyyâke nestaîn. Sırat-ı müstaqim. عليهم بسم الله ولم يكن له Allah rahmet eylesin. Allah Allah rahmet Allah sevgili olsun. Çok sağ olun. Sağ olun. Allah ayağınızda Allah rahmet eylesin. Çok sağ olun. Allah var.